Yaxşı. İndi baxırıq tamamlığa. Rəngini dəyişib qırmızı eləyək. Deməli, uşaqlar, tamamlıq. Cümlədə əşya məzmunu ifadə edir. Əşya məzmunu ifadə edir və ismin müxtəlif hallarında ifadə olunur. Əşya məzmunu ifadə edir, yazırıq. Əşyanı bildirir. Üzərində iş görülən əşya var idi, obyekt anlayışı. Yadınızdadır, feilin qrammatik məna ola biləndə obyekt, subyekt, hərəkət. Bax, tamamlıq ən çox obyekt anlayışına uyğun gəlir. Üzərində iş görülən əşya məzmunundadır. Əşya anlayışı bildirir və ismin müxtəlif hallarında olur. Əşya anlayışı bildirir və ismin müxtəlif hallarında olur. Ən çox olur yönlükdə, təsirlikdə, ən çox, həmişə demirəm, ən çox təsirlikdə olur. Yerlikdə, bir də çıxışlıqda. Hansı halları yazmadım? Adlıq və yəlik halda olan sözlər tamamlıq ola bilmir. Adlıqla yəliyi çıxırsan, yerdə qalır yönlük, təsirlik, yerlik, çıxışlıq. Bu 4 dənə halda iştirak edən sözlər və əşya məzmununda bildirirsə tamamlıq sayılır. Bəs tamamlığın sualları hansı suallardır? Gəl suallarını da yazaq. Sualları, elə bu halların sualları. Halların sualları. Yönlüyün sualları nədir? Kimə, nəyə, haraya olmur? Haraya zərflik cavab verəcək. Hərəkətin yerini bildirən zərflikdir. Kimə, nəyə? Təsirlik. Kimi, nəyi? Bunda olur amma. Haranı. Yeganə hara ilə başlayan sual haranı sualıdır ki, o tamamlığındır. Bunu yadınıza saxlayın. Haranı sualı tamamlığındır. Haraya, harada, haradan sualları zərfliyindir. Bircə dənə hara ilə başlayan sual haranı sualına tamamlıq cavab verir. Çıxışlıq kimdə? Daha doğrusu yerlik kimdə? Nədə? Harada yazmıram. Çünki harada zərfliyindir. Sonra çıxışlığı da yazaq. Kimdən? Ay, sağ ol. Kimdən, nədən? Bir də əlavə olaraq qoşmalı sözdən ifadə olunanlar kim ilə, nə ilə, kim üçün, nə üçün suallarına da cavab verə bilər. Bunu da cümlədən tapmaq elə bir çətin bir şey deyil. İndi uşaqlar, tamamlıq anlayışı bu qədər. Əşya bildirir, ismin müxtəlif hallarında ifadə olunur, adlıq və yəlikdən başqa. Əlində nə qalır? Yönlük, yerlik, təsirlik, çıxışlıq hal. Əksər hallarda onların suallarına cavab verir. Haranın sualından ehtiyatlı ol. Bir dənə hara ilə başlayan sual haranı sualıdır ki, tamamlığın sualıdır. Qalanları zərfliyin sualıdır. Bir də mübtədanın sualı ola bilər, hara sualı. Və nə ilə də bağlıdır? Dedik ki, əşya anlayışından bağlıdır. İndi mən sizə tamamlıqları yazacağım, daha doğrusu tamamlıq olan cümlələri yazacağım. Sən tapacaqsan suallarını və nə ilə ifadə olunduğunu deyəsən. Birinci cümləyə baxaq. Deyirəm ki, nə üçün o uşağı incidirsən? Nə üçün o uşağı incidirsən? İndi gəl birinizi demişəm nə tapırlar? Xəbər. İncidirsən. Kimi? Uşağı. Hansı uşağı? O uşağı. Nə üçün də sual əvəzi idi? Suala cavab vermir, zərfliyin sualıdır, səbəb zərfliyidir. Keçəcək bunlar. Bax, incidirsən xəbər. Uşağı kimi sualına cavab ver, ya sən tamamlığını, tamamlığın xətləri qırıq-qırıqdır bu arada. İndi nə ilə ifadə olunan tamamlıqdır? Uşaq nədir? İsimlə. Deyirsən isim. Bəs incəndə bunu keçdin. Bu nədir? Təyin. Nə ilə ifadə olunur? Xeyr. İşarə əvəzliyi ilə ifadə olunan təyindir. İndi ikinci tamamlığımızı yazaq. Deyirəm ki, körpələri peyvənd üçün hazırlayırdılar. Peyvənd üçün hazırlayırdılar. Burada 2 dənə tamamlıq var, diqqətli ol. Yox, peyvənd üçün məqsəd zərfliyi idi. Hazırlanmaqlarının səbəbini bildir. Bax, hazırlayırdılar. Kimi? Körpələri. Nə ilə ifadə olunan tamamlıqdır? İsim deyin, gözünüzü çıxardın. Sifətlə, bəli. Körpə sifətdir, isimləşibdir. Körpə nə ilə ifadə olunur? Sifətlə. İndi 3-ə baxaq. İndi sayla ifadə olunur. Deyir ki, milyonlardan minlərdən xeyli narazıyıq. Gəl baxaq. Narazıyıq. Bax, narazıyıq sənin xəbərin. Nədən narazısın?
Milyonlar, yəni milyondan insanlardan narazıyıq mənasında. Milyonlardan, minlərdən xeyli narazıyıq. Nə qədər xeyli, bu da kəmiyyət səhvliyidir. Bax, kimdən? Milyonlardan və yaxud nədən və yaxud neçədən fərqi yoxdur. Kimdən? Minlərdən. Kimdən? Milyonlardan. Nəyin ifadə olunur? Milyon nədir? Say. Sayla ifadə olunan tamamlıqdır. Sayla ifadə olunan tamamlıqdır. Aralarında da vergül var. Necə tamamlıqdır? Həmcins. Ay, sağ ol. Tamamlıqlara da aiddir bayaq dediyim təyinlərə söz. Aralarında vergül varsa həmcinsdir. Yoxdursa qeyri-həmcinsdir. Bəli, zərfliyə də aid olur. İndi 4-ə baxaq. Deyirəm ki, bəlkə də sən hər şeyi unutmusan. Baxaq, xəbərimiz hansıdır? Unutmusan. Ay, sağ ol. Mübtədamız. Ay, sağ ol. Kim? Sən. Neyləmsən? Unutmusan. Nəyi? Ay, sağ ol. Hər şeyi. Sənin tamamlığın hər şeyi sözdür. Nəylə ifadə olunur? Hər şey isimdir. Əvəzliklə. Düzdür, əvəzliklə. Qeyri-müəyyən əvəzlik. Hər şey, hamı, hər kəs. Əvəzliklə. İndi bir dənə nə yazaq? Feil sifət yaralı yeriniz. Oxuduqlarımı dəqiqəyə bir unuduram. Onu oxuduqlarımı tezliklə unudacağam. Unudacağam. Bax, unudacağam nədir? Xəbər. Nəyi? Oxuduqlarımı. Dıqlarım, diklərim. Nə idi? Feili sifət. Yenə bağlama deyirik. Feili sifətdir. Oxuduqlarım, dıqlarım, dığım. Deyim. Feili sifətdir. Niyə tərkib demirik? Çünki bir söz. Bəs desəydim ki, axşam oxuduqlarımı tezliklə unudacağam, onda olardı feili sifət tərkibi. Aydındır. Bu tək sözdür. Ona görə də feili sifətdir. Desəydim ki, axşam oxuduqlarımı, onda olacaqdı feili sifət tərkibi. Ümid edirəm da bu tərkiblə problemimiz qalmayıbdır. Bu nə ilə ifadə olunur? Feili sifətlə. Nə bildin tamamlıq? Nəyə sualına cavab ver? Qutardı, getdi. Başqa? Bəzən olur ki, təsirlik halda olan söz tamamlığa oxşuyur, amma tamamlıq olmur. Gəl baxaq. Deyirəm ki, yayı kənddə keçirdik. Uşaqlar bilirik. Nəyi yayda keçirdik kənd? Əsər demir, nəyi ki? Kənddə keçirdiyin sözü demir. Deyir, nə vaxt kənddə olmusan? Bu təsirlik halda olsa da, sənin kənddə olduğunun vaxtını bildirir. O deməkdir ki, yayda kənddə olmuşuq. Yəni, sən kənddə olduğunun zamanını bildirir. Təsirlik halda olsa da, hərəkətin zamanını isə nə bildirər? Zərflik bildirər. Diqqətli olmalısan. Yalnız sualla və şəkilçi ilə məsələ həll olunmur. Məzmunla da tapmalısan. Yayı kənddə keçirdiyi o deməkdir ki, mən yayı kənddə olmuşam. Hərəkətin zamanını bildirir. Ona görə də bu tamamlıq yox, zərflikdir. Sonra, və yaxud da deyir ki, gecəni yatmamışam. Belə bir cümlə. Bu demir, nəyi yatmamışam? Nəyi yatmamışam deyəndə məzmun itir. Nəyi yatmamışam nədir? Mənasızdır. Yatmamışam, nə vaxt? Deyir, gecəni. Görsən, yatmadığını, vaxtını bildirir. Deməli, bu nədir? Zərflikdir. Nə qədər təsirlik halda olsa da, sənin ağlınca, fantaziyanda nəyi sualına cavab versə də, hərəkətin yerini, zamanını bildirdiyinə görə. Bunlar nədir? Zərflikdirlər. Bunlar bir-birinə qatmaq olmaz. Sonra, uşaqlar nəyi ən çox qarışdırırlar? Qulaq as. Quzu su içir. Burada uşaq mübtəda ilə tamamlığı seçəmir. Amma çox asandır. Deyirlər ki, ay müəllim, içir, nə, su, nə, quzu. İkisi də mübtədadır. İkisi də mübtəda deyil. Quzu suyu içir. Ay, sağ ol. Əgər nə sualına cavab verən sözü, nəyi sualına da keçirdə biliriksə, bu zaman tamamlıq əmələ gəlir. Quzu su içir, yəni quzu suyu içir. Quzu nə içir? Su. Nəyi içir? Suyu. Nə sualına cavab verən sözü, nəyi sualına da keçirdə biliriksə, o söz tamamlıqdır. Sadəcə qeyri-müəyyən təsirlik haldadır. Və yaxud da deyirəm ki, quş dən yeyir. Çoxlar belə eləyir, bax. Yeyir nə? Dən. Kim? Quş. Ay, mənim 2 dənə mübtəda var. Xeyr, 2 dənə mübtəda yoxdur.
Quş dənir. Deməli, burada iş şəkilçisini və yaxud da sualı, nə sualını, nəyə keçirdəndə sən görürsən ki, dən söz əslində mübtəda yox, nəymiş? Tamamlıq imiş. Çünki qeyri-müəyyən təsirlik halda olan sözdür. Başqa nə deyim? Məsəl üçün, deyir ki, onlar... Biz təsirini götürəndə qeyri-müəyyən təsirlikdə gəlir. Əlbəttə. Onlar işçi axtarır. Belə deyirlər, bax. Axtarır, kim işçi, kim onlar. Belə olmur. Onlar işçini axtarır. Düzəldirsən, bərpa edirsən şəkilçisini. Ondan sonra asanca qalır. Onlar işçini axtarır. Yəni nədir? Tamamlıqdır. Başqa nə deyim? Haranın sualı zərflik yox, tamamlığın sualıdır. Məsəl üçün, məktəbi bağladılar. Haranı? Məktəbi. Bu zərflik yox, tamamlıqdır. Bir dəfəlik bunu yadımızda saxlayırıq ki, haranın sualı tamamlığındır. Başqa nə deyim? Və tamamlıq qoşmalı sözlə də ifadə oluna bilər. Qoy onu yuxarıda yazaq. Məsəl üçün deyirəm ki, biraz bunu... Niyə? Təşkara baxırsan. Çətin deyil. Bax, 6. Deyirsən ki, mən bunu anam üçün almışam. Anam üçün aldım. Niyə başa düşmürsən? Nə var burada? Aldım. Kim? Mən. Nəyi? Bunu. Kimə? Ya kim üçün? Anam üçün. Qoşmanı qabaqdakı sözdən ayırmırsan. Onunla bir də sual verib, onunla bir də tamamlıq yazsan çıxır gedir. Nə bildin tamamlıqdır? Kim üçün sualına cavab verdi? Və yaxud da dəyişib yönlü hala sala bilərsən. Mən bunu anama almışam. Görsən, yönlü hala gedəndə artıq tamamlıq yönlü halda olurdu axı. Dəyiş yönlü hala ilə. Məzmununu saxlamaqla formasını dəyişmək olar bəzən. Aydındır? Aldım. Nəyi? Bunu. Bu da tamamlıqdır. Anam üçün də tamamlıqdır. Amma qeyri-həmziz tamamlıqlardılar. Niyə? Ortalarında vergül yoxdur. Ay sağ ol. Həmziz o zaman olardı ki, eyni suala cavab versinlər. Bu nəyi sualına cavab verir? Bu kim üçün sualına cavab verir? Aydındır? Ay uşaqlar. Bax, qoşmalı. Birinci tamamlıq nə ilə ifadə olunur? Bu işarə vəzi ilə. İkinci tamamlıq nə ilə ifadə olunur? Qoşmalı isimlə ya da qoşmalı sözlə. Bu qədər. Çətindir. Mənim səhvlik qalsın da. Mən vaxt gedəyim mən.